Bil ki, Allah və onun birliyi, səlbiyyə, sübutiyyə və cəlaliyyə kimi digər kəmal sifətləri, eləcə də mələklər, peyğəmbərlər, kitablar və qiyamət günü haqqında elm sahibi olmaq bir şeydir. İman isə başqa bir şey. Çünki bir kəsin bu elmə sahib olduğu halda imandan məhrum olması da mümkündür. Ən azından şeytan mənim və sənin qədər bu məsələləri bildiyi halda yenə də kafir sayılır. İman qəlbə aid olan bir əməldir ki, o olmadığı müddətdə imandan bəhs açmaq mümkün deyil. Ona görə ki, əqli dəlillə və ya dinlərin zəruriyyətinə əsasən bir şeyə alim olarsa, qəlbən də bildiyinə təslim, zəlil olmalı, məsuliyyət və öhdəlik almalıdır. Bunları etməlidir ki, mömin olsun. İmanın kamalı xatircəm olmaqdır. İman nuru qüvvətləndikcə, ardınca qəlbdə də əminlik hasil olacaq. Bütün bunlar elm deyil. Ola bilər, siz bir şeyi subutla idrak edəsiniz, amma qəlbiniz ona təslim olmasın. O zaman bu elmin heç bir faydası yoxdur. Məsələn, sizlər ölünün heç kəsə zərər verməyəcəyini, dünyadakı bütün ölülərin bir milçək qədər belə duyğu və hərəkətinin olmadığını, bütün cismani və nəfsani qüvvələrinin ayrıldığını ağlınızla dərk etdiyiniz halda, qəlbiniz bu məsələni qəbul etməyib, ağlınıza təslim olmadığı üçün bircə gecə belə ölü ilə bir otaqda qalmazsınız. Amma qəlb ağla təslim olarsa və hökmü ondan qəbul edərsə, bu iş sizin üçün çox asan olar. Bu işi bir neçə dəfə etdikdən sonra artıq qəlb təslim olar və ölüdən heç bir şəkildə qorxmazsınız. Beləliklə, məlum oldu ki, qəlbin səmərəsi olan təslim, ağlın səmərəsi olan elmdən fərqli bir şeydir. Lakin, bəzən olur ki, insan yaradanı, onun birliyini, axirət gününü və digər haqq inancları əqli sübut yolu ilə isbat edir. Lakin, bu əqidələrə iman deməzlər və belə insan mömin hesab edilməz. Əksinə, kafir, münafiq ya da müşriklər sırasına daxil edilər. Bugün qəlb gözləriniz görmür və məlakütü bəsirət sahibi də deyilsiniz. Bu mülki göz də dərk edə bilmir. Amma sirlərin aşkar, təbiətin dağılıb və ilahi həqiqətin bərpa olduğu gün Allaha həqiqi iman gətirmədiyinizi və bu əqli hökmün də iman ilə heç bir əlaqəsi olmadığını çox açıq şəkildə anlayıb dərk edəcəksiniz. La ilahə illallah. Həqiqəti ağıl qələmi ilə qəlbin saf lövhəsinə nəqş olunmadığı müddət ərzində insan Allahın vəhdaniyyətinə iman gətirmiş sayılmaz. Amma bu ilahi və təyyibə kəlmə qəlbə daxil olduqda qəlb səltənəti artıq Allahın olur. Bundan sonra haqq məmləkətində qəlb Allahdan başqa heç bir zatı müəssir, səbəbkar olaraq qəbul etməz. Ondan başqa heç kimdən cah cəlal istəməz və heç kəsdən məqam, şöhrət tələb etməz. Qəlbi riyakarlıq etməz. Elə isə qəlbinizdə hər hansı bir riya görsəniz, bilin ki, qəlbiniz əqlinizə təslim olmayıb, iman qəlbinizə nur saçmayıb və həqiqətdə Allahdan qeyrisini məbud və müəssir olaraq qəbul etmisiniz. Buna görə də münafiq, müşrik ya da kafirlər zülməsində məskunlaşmısınız.